Salam aleykum. Deməli burada sıxlıq rho bərabərdir 1,2 qram bölü millilitr verib. Burada deməli qatlıq olduğuna görə, qatlığın da vahidi mol bölü litr olduğuna görə bu millilitr litrə çevrilməlidir. Necə çeviririk? 1,2 qram bölünsün millilitr yazıram, litr bölü min eləyir. Aydındır? Yəni 1 millilitr mində 1 litr eləyir. Və buradan da deməli kəsrin qabağında bölək olanda bu vuraq olacaq. 1,2 qram vuraq və kəsr yerini dəyişəcək. 1000 bölü litr. Bir daha təkrar edirəm, kəsrin qabağında bölək olanda kəsr yerini dəyişir və vuraq olur bu. Bu da eləyir 1200 qram bölü litr. Məhlulun kütləsi də 600 qramdır. Buradan V bərabərdir 600, yəni M bölünsün 1200, yəni rho bərabərdir 0,5-ə. C bərabərdir nü bölünsün V, nü bərabərdir C vurulsun V, 0,5-i vururam, qatlıq burada 0,1-dir. Bu da eləyir 0,5 mol X2 SO4 3. İndi yazıram X2 SO4 3 üstə gəlinsin çink əmələ gəlir. Çink sulfat üstə gəl X-dir. SO4 3'dür. Bura 3 yazıram. Çink 3 oldu. Bura 3 yazıram. X oldu 2 oldu. Bura 2 yazıram. İndi burada böyük bir məqam var. Çox böyük bir məqam. Məhlulun kütləsi 600-dən 604,15-ə artıb. Deməli, məhlul bir yana qeyd edin. Artanda lövhənin kütləsi azalır. Fikir verin. Necə yadda saxlayın? Baxın, məhlul deyəndə bunu nəzərə tuturuq. Bunu. Aydındır. Amma lövhə deyəndə bunu nəzərə tuturuq. Fikir verirsinizsə, məsəl üçün, adi bir misal çəkim. Mis SO4 üstə gəl dəmir. Dəmir SO4 üstə gəl mis. Baxın, bu 64 plus 96'dır. Bu 56 plus 90. Baxın, məhlulun kütləsində azalma baş verdi. Amma lövhəyə baxın. Lövhənin kütləsində artım olur. Yəni, məhlul artanda lövhə azalır, məhlul azalanda lövhə artır. Bunu yaddan çıxartmayın. Burada da məhlul artıbdır. 604,15-dən 604'ü çıxanda 4,15 qram məhlul artıbdır. 4,15 qram məhlul artıbsa, onda 4,15 qram lövhədə azalma olub. Və bu da bu zaman X2SO4 3 0,5 mol sərf olur. Amma X2SO4 3 reaksiyaya görə 1 mol sərf olunanda, indi bu 3 vurulsun 65, bu 195'dir. Bu da 2x. İndi burada azalma olub. Azalma nə deməkdir? Yəni sağdakı azdır. Biz də böyükdən kiçik çıxmalıyıq. Azalma nə deməkdir? Sağdakı azdır. Azalma nə deməkdir? Sağdakı azdır. Yəni biz böyükdən kiçik çıxdığımıza görə, sağdakı az olduğuna görə 195'dən 2x'i çıxacam. Buradan x'i tapar. Tapdım ki, x buradan 56'ya bərabərdir. Mən x-in nisbi atom kütləsini tapdım. Aydındır. Birinci reaksiyanı tənlinə əmsallaşdırın, yazın, onu da yazdıq. O da yazılıbdır. İndi burada x artıq bizdə dəmir olduğu deməli müşahidə olundu. İndi davam edirik. Biz tapdıq buradan alınan duz çink SO4'dür. Artıq biz çink SO4'ü deməli müəyyən elədik. Çink SO4 neçə mol oldu? Gəlin onu tapaq da. Deməli, X2SO4 3 neçə mol idi? 0,5 mol. 0,5 mol X2SO4 3 sərf olunda nə qədər çink SO4 alınır bilmirəm. Amma 1 mol X2SO4 3 reaksiyaya görə sərf olanda 3 mol çink SO4 alınır. Və buradan da 0,5 3'ə vuranda bu 0,15 mol deməli çink SO4 eləyir. Buradan da deyir ki, lövhə çıxarılandan sonra alınmış məhlula, yəni çink SO4'dən gedir söhbət. Deməli, artıq miqdarda barium xloritlə təsir göstərir. Bu zaman barium sulfat və çink xlorid alınır. Burada ağ çöküntü olacaqdır. Çünki birdən deməli çöküntünün rəngini soruşur. Barium SO4 burada deməli çöküntüdür. Bu 0,15 moldur, bu 1 moldur və bizdən burada nə soruşur? A-nı müəyyən edin. A nədir burada? A qram Y çöküntü. Yəni çöküntünü soruşur. A qram. Bu da 233'dür. 0,15'i 233'ə vuranda bu da 34,95 edəcək. Daha sonra burada yazır ki, ikinci reaksiyanın tam və qısa iyon tənliklərini
yazın. Burada deməli çink SO4 üstə gəl barium, xlorid, barium, SO4 üstə gələk çink, xlorid. Və bu suda həll olan duzlu iyonlara ayrılacaq. Bu suda həll olan duzlu iyonlara ayrılacaq. Bu iyonlara ayrılmır, çöküntüdür. Bu da deməli suda həll olan duzlu iyonlara ayrılacaq. Sağdan soldan deməli oxşarları silək. Bu zaman çinklər də gedir, qalır barium 2 müsbət, SO4 2 mənfi, barium, SO4. Bu da deməli artıq sonda gəldik, bu vəziyyətə çatdıq.